Allah Rəsulü buyurdu ki, yəni axirət zamanda çirkinlik, pislik, gözəllik kimi, gözəlliklərsə çirkinlik kimi tanınar. Yaxşı işə pis baxarlar, pis işə yaxşı baxarlar. Biri başlayanda namaza, yaxşı işdir də, dinin sütunudur. Dostları ona məsxərə eləyər. Getdin, qoşuldun yenə mollalara, belə deyərlər. Biri övladına halal toy eləmək istəyəndə desin ki, mən içki vermirəm, haram musiqi olmasın, naməhrəm məhrəmə qarışmasın, ona pis baxarlar. Yaxşılıqlara pis baxarlar. Amma pisliyə, bəli, nə yaxşı məclis keçdi, haram bir məclisdir, nə yaxşı məclis keçdi. Tabii cəhənnəm idi bu yaradılmışdı millət üçün. Dünyada bir cəhənnəm yaradılmışdı, millətlə dəvət eləmişdin ora. Ya məsələn, hər hansı bir hicab geyinəndə xanım pis baxarlar. Hicab bir halda ki, iffətdir, həyadır, qadının gözəlliyidir. Hicabsız gəzəni dəyərləndirirlər və deyirlər ki, müasirdir. Həzrət buyurur ki, and olsun Allaha ey Salman. Bir zaman gələr ki, pisliklər, çirkinliklər gözəl olar, gözəlliklər, yaxşılıqlar çirkinlik kimi tanınır.